bizim də ölkə gəlib Azərbaycana dəstək olmayı mənə çox ləzzət elədi. Mənə xoşum gəldi. Bu oldu qardaş ölkə. Bu oldu qardaşlar. Getdim vankomata, hərbi hissəyə. Özümü təqdim elədim, sənədini göstərdim ki, bəs bu mənim daimi vəsiqəm, bu pasportu. Pakistan vətəndaşıyam. Silah daşıyaram, axır bir kömək eləyərəm də orada. Nə əlimdən gələr, onu eləyərəm də. Deyirlər ki, xeyr, hala ehtiyac yoxdur. Çoğraldım ki, biraz gedə bilmədim. Uşaqlar parça alıb gəliblər ki, bəs bayraq tikmək istəyirik. Satışda olan bayraqları bitir. Deyirəm, mən tikərəm sizin. Burada bir Rudekaran kəndi var. Oranı qazisidir. Allah onu şifa versin, Samirdir adı. O mənə dedi ki, bəs sənin tikdiyin bayraqları Qarabağa da biz görmüşük. Bizə dedilər ki, bu Astaradan gəlib. Çovraldım. Allah şəhidlərimizi rəhmət eləsin. Qaziləri da şifa versin. Başlayın. Yəni inanın ki, inanmırdım ki, o uşaqlar belə olacaq. O həmişə mənim yanıma gəlib formanı dişdirərdilər, düzəltdirərdilər. İndi onları gəlməyəndə yenə şükür ki, torpaqlar qayıtdı. Şəhidlərin nəfəsini biz alırıq.